Bildiyimiz kimi 7-ci bölmədə əsasən feilin təsvirlənməyən formalarına aid olan məsdər, feili sifət və feili bağlama haqqında qaydaları öyrənmişik. Bugün məsdər haqqında olan qaydaların izahına baxaq. Təsriflənməyən feillər. Ümumiyyətlə bildiyimiz kimi hər bir nitq hissəsinin özünə məxsus xüsusiyyətləri olur. Məsələn, isimlər ad bildirir, sifətlər əlamət keyfiyyət bildirir, saylar sıra miqdar bildirir. Feillərin də əsas qrammatik əlaməti xüsusiyyəti hərəkət bildirməsidir. Həmçinin feillər şəxsə və kəmiyyətə görə dəyişə bilir. Həmin bu şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə feillər iki böyük qrupa ayrılır. Təsriflənən feillər və təsriflənməyən feillər. Təsriflənən feillər şəxsə və kəmiyyətə görə dəyişir. Təsriflənməyən feillər isə şəxsə və kəmiyyətə görə dəyişmir. Məsdər də təsriflənməyən feillərə aiddir. Ümumiyyətlə baxaq, şəxsə və kəmiyyətə görə dəyişmək nədir? Yəni bildiyimiz kimi Azərbaycan dilində olan şəxslər birinci, ikinci və üçüncü şəxslərdir. Yəni mən, sən, o, biz, siz, onlar təkdə və cəmdə işlənir. İndi bu dediklərimizi cədvəl formasında izah edək. Məsələn, mən oxuyuram, sən oxuyursan, o oxuyur, biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyurlar. Digər bir nümunə yazaq. Mən oxuyanda, sən oxuyanda, o oxuyanda, biz oxuyanda, siz oxuyanda, onlar oxuyanda. Burada diqqət etdinizsə, mən oxuyuram, sən oxuyursan. Yəni görürük ki, burada oxumaq feili dəyişir şəxslər üzrə. Burada oxuyuram, oxu sözün kökü, həmçinin burada zaman şəkilçisi, indiki zaman şəkilçisi oxuyur, y bitişdiricidir. Yəni bildiyimiz kimi 3 dənə bitişdirici samitimiz var. Y, n, s. Yəni söz əgər saitlə bitir və ona saitlə başlayan şəkilçi qoşulursa, bu zaman bitişdirici samitlərdən istifadə olunur. Burada ur indiki zaman, həmçinin sonda isə şəxs şəkilçisi işləndir. Yəni mən oxuyuram. Sən oxuyursan. Həmçinin zaman şəkilçisi, san yenə şəxs şəkilçisi. O oxuyur. Üçüncü şəxsdə, təkdə şəxs şəkilçisi olmur. Biz oxuyuruq. Həmçinin oxuyuruq sonda yenə şəxs şəkilçisi. Siz oxuyursunuz. Oxuyursunuz. Sonda şəxs şəkilçisi. Onlar oxuyurlar. Amma digər nümunəmizdə mən oxuyanda, sən oxuyanda, o oxuyanda, biz oxuyanda, siz oxuyanda, onlar oxuyanda. Yəni burada diqqət etdinizsə, heç bir halda dəyişmə baş vermədi. Yəni şəxslər üzrə dəyişmə baş vermədi. Deməli, birinci nümunəmizdə şəxslər üzrə dəyişmə baş verdi. Deməli, bu təsriflənən feildir. Yəni şəxsə görə dəyişdi. İkinci nümunəmizdə isə şəxsə görə dəyişmə baş vermədi. Deməli, bu təsriflənməyən feildir. Yəni şəxsə görə dəyişmə budur. Sonra davam edirik.
Şəxsə görə dəyişən feillər təsriflənən feillər adlanır. Lakin elə feillər də var ki, şəxsə görə dəyişmir. Şəxsə görə dəyişməyən feillərə təsriflənməyən feillər deyilir. Bu cür feillər başqa nitq hissələrinin də qrammatik xüsusiyyətlərinə malik olur. Yəni, öyrənmək heç vaxt gec deyil. Burada öyrənmək nə? Burada öyrənmək məsdərdir. Həmçinin isim kimi nə sualına cavab verir. Yetişmiş meyvələri dərdim. Burada da hansı sualına cavab verir? Yetişmiş feili sifətdir. Həmçinin sifətin hansı sualına cavab verə bilir? Gedəndə nə vaxt? Dostu ilə qarşılaşdı. Burada da gedəndə feili bağlamadır. Yəni, feilin təsriflənməyən formaları məsdər, feili sifət və feili bağlamadır. Yəni, bu təsriflənməyən formaların bir xüsusiyyəti də odur ki, feillə yanaşı digər nitq hissələrinin də xüsusiyyətlərini daşıya bilirlər. Yəni, məsdər həm feilin, həm ismin, feili sifət həm feilin, həm sifətin, feili bağlama isə həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Təsriflənməyən feillər çox zaman söz birləşmələri yaradır. Yəni, mətni dinləyərkən açar sözləri qeyd edin. Nə zaman? Mətni dinləyərkən. Həmçinin məsdərə də misal göstərə bilərik. Məsələn, deyə bilərik oxumaq məsdərdir. Dərslərini oxumaq, yəni iki söz bir yerdə işlənir. Bu zaman tərkib əmələ gətirir. Sonra, məsdər hərəkətin adını bildirir. Məsdər yazmaq, bilmək, yəni burada maqmək məsdərin şəkilçiləridir. Lüğətlərdə feillər məsdər formasında verilir. Məsdər həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. Feilin xüsusiyyətlərindən, məsələn, hərəkət bildirir. Baxmaq, gülmək, təsdiqdə və inkarda olur. Bilmək, bilməmək, oxumaq, oxumamaq. Həmçinin ismə məxsus xüsusiyyətlərindən hallanır. Mənsubiyyətə görə dəyişir və üçüncü şəxs xəbərli şəkilçisini qəbul edir. Həmçinin qoşmalarla işlənə bilir. İndi məsdərin hallanmasına baxaq. Məsələn, oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan. Burada gördüyümüz kimi oxumaq, oxumağın yəli çal, oxumağa yönlü çal, oxumağı təsirli hal, oxumaqda yerli çal, oxumaqdan çıxışlı qal. Yəni, gördüyümüz kimi məsdər isim kimi hallandı. Həmçinin burada diqqət edin, məsdər hallanan zaman saitlə gələn şəkilçilər olanda məsdərin q samiti ğ samiti ilə əvəzləndi. Yəni, bunlarda diqqətli olun. Yəni, testlərdə qarşınıza çıxanda qarışdırmayın. Çünki biz dedik ki, məsdərin şəkilçisi maqmək. Maqmək məsdərin şəkilçisidir. Yəni, burada özündən sonra sait gələndə q, ğ, ç, y əvəzlənməsi baş verir. Yəni, bunlarda diqqətli olun. Sonra, məsdərin mənsubiyyətə görə dəyişməsi. Məsdərin mənsubiyyətə görə dəyişməsi. Mənim oxumağım, sənin oxumağın, onun oxumağı. Bizim oxumağımız, sizin oxumağınız, onların oxumağı. Yəni, burada görürük ki, mənim oxumağım, sənin oxumağın, onun oxumağı, bizim oxumağımız,
sizin oxumağınız, onların oxumağı. Yəni burada sonda gələnlər mənsubiyyət şəkilçiləridir. Bir də üçüncü şəxsdə, yəni belə formada da qarşınıza çıxa bilər, onların oxumaqları. Yəni bu formada verilməsi qrammatik normanın pozulmasıdır. Yəni biz bildik ki, məsdər cəmlənmir. Çünki məsdər dedik ki, həm feilin, həm də ismin xüsusiyyətlərini daşıya bilir. Məsələn, feil kimi hərəkət bildirir, təsdiqdə inkarda olur, oxumaq, oxumamaq, nə etmək sualına cavab verir. İsim kimi də nə sualına cavab verir. Həmçinin hallanır və mənsubiyyətə görə dəyişə bilir. Amma ismin bütün xüsusiyyətlərini daşıya bilmir. Məsələn, isim kimi cəmlənə bilmir, sonra ümumi və xüsusi ola bilmir, konkret və mücərrəd ola bilmir. Sonra davam edirik. Həmçinin dedik ki, üçüncü şəxs xəbərli şəkilçisini qəbul edir. Yəni, məsdər birinci və ikinci şəxsin şəkilçilərini qəbul edə bilmir. Burada yazaq. Məsələn, mən oxumağam deyə bilmərəm. Sən oxumaqsan deyə bilmirik, amma oxumaqdır. Yəni, üçüncü şəxslə qəbul edir. Məsələn, məqsədimiz yaxşı oxumaqdır. Oxumaqdır. Yəni, burada dır, üçüncü şəxsin xəbərli şəkilçisini qəbul edir. Amma birinci və ikinci şəxslərdə isə qəbul etmir. Yəni, burada da diqqətli olun. Birinci və ikinci şəxslərdə olmalı. Amma üçüncü şəxsdə isə xəbərli şəkilçisini qəbul etdi. Həmçinin dedik ki, məsdərin şəkilçisi maq-məc. Həmçinin ma-mə formasında da işlənə bilir. Maq, məc, həmçinin ma-mə formasında da işlənə bilir. Bu zaman əsasən mənsubiyyət şəkilçisi ilə bir yerdə işlənir. Onların oxuması. Yəni burada da oxuması sözünü məsdər formasında götürəcək. Çünki dedik ki, həm məsdər şəkilçisi maq-məc, həm də ma-mə ola bilər. Yəni bu məqama da diqqət yetirin. Sonra dilimizdə bəzi sözlər var ki, onları məsdərlə qarışıq salmaq olmaz. Məsələn, yumaq, çaxmaq, yamaq, qazmaq. Yəni bu sözlərdə olan maq-məc hissəsini məsdərlə qarışıq salmaq olmaz. Məsələn, qazmaq, yumaq, çaxmaq. Yəni burada qazmaq, məsələn, aşın qazmağı, yəni bu mənada. Məsələn, yer qazmaq mənasında olsa, bu zaman məsdər olur. Amma aşın qazmağı mənasında olanda məsdər olmur. Həmçinin yumaq, ip, topa ip mənasında olanda məsdər olmur. Həmçinin çaxmaq, məsələn, tüfəngin çaxmağı. Yəni burada da məsdər olmur. Sonra davam edək. Aha. Deməli, məsdər haqqında demək olar ki, lazım olan əsas məsələlərə toxunduq. Növbəti videolarda isə feili sifət və feili bağlama haqqında danışacaq. Bu günlük bu qədər. Növbəti izahlarda görüşərik.